اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. الحج أشهر معلومات، فمن فرض فيهن الحج فلا رفث ولا فسوق ولا جدال في الحج، وما تفعلوا من خير يعلمه الله، وتزودوا فإن خير الزاد التقوى، واتقون يا أولي الألباب. صدق الله العلي العظيم. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya dəvət edirəm və inşallah mübarək Zilqa'da ayının son günləri, son cümə günü ilə bu günləri vidalaşırıq. Qarşıdan mübarək Zilhiccə ayı qədəm qoyur. Bu mübarək ayın rəhmətini, bərəkətini, nurunu, hidayətini Allah-u Teala hər birimizə nəsib eləsin inşallah. Əziz müminlər, bu aylar istər Zilqa'da ayı olsun, istər qarşıdan gələn Zilhiccə ayı olsun, Allah-u Teala'nın da bəyan elədiyi kimi əşhurun məlumət, məlum olan aylardır, həcc aylarıdır. Yəni bu ayları Allah Teala Şəvval ayından hələ başlayaraq Şəvval, Zilqa'da və Zilhiccə aylarını həcc ayları kimi elan eləyir və bu ayda həccə gedənlər, yola çıxanlar, səfər edənlər, hansı ki uzun yol qət eləyənlər, uzun məsafə qət eləyənlər, günlərlə yol gedərlər, yorğun halda Məkkəyə çatarlar, həcc əməllərini yerinə yetirərlər və bu ay haqqında Allah-u Teala bizlərə belə bəyan edir ki, həcc mövsümü məlum olan aylardır. Həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən söyüş söymək, pis sözlər danışmaq, dava dalaş etmək yaramaz deyə Allah Teala hacılar üçün bu pis davranışları qadağan edir ki, Allah Teala gördüyünüz hər yaxşı işi görür, bilir və axirət üçün çox gözəl bir azuqə tədarük edin, yəni təqva tədarük edin. Yəni həcdə də olarkən təqvalı olun. Xüsusən həcc elə bir yerdir ki, Allah-u Teala'nın müqəddəs etdiyi, pak elədiyi, özünün ehtiram elədiyi bir məkanlardır, yerlərdir və orada yerinə yetirilən ayinlər də müqəddəs ayinlərdir. Peyğəmbərlərin, Həzrəti İbrahim əleyhissalamın, Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yerinə yetirdiyi ayinlərdir, ehtiram olması ayinlərdir və sizlər də ona ehtiramda qail olun, yəni ehtiram eləyin, onun ehtiramını sındırmayın. İstər ayinlərin, istərsə məkanların. Ümumiyyətlə, həcc bir müsəlman üçün vacib olan əməllərdən biridir. Bilirsiniz ki, namaz kimi, oruc kimi ömründə bir dəfə də olsa həcc ziyarətini eləməsi vacib olan bir işdir. Və Allah-u Teala'nın evini, Kəbəni Allah Teala boş qoymamağı bizdən istəyir. İmam Sadiq əleyhissalamdan belə rəvayət olunur, buyurur ki: "Lə yəzəlu-d-dinu qaimən mə qamətil Kəbə." Nə qədər ki, Kəbə evi qaimdir, ayaqdadır, İslam dini də ayaqda olar. Allah göstərməsin, Kəbə aradan geçsə, din də aradan gedər. O mənada Kəbəni boş qoymamağı, Allahın evini boş qoymamağı bizə Həzrəti Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm
və onun pak əhli beyti də bizə sifariş edib, buyurub. Hz. Əmir el-Mömin əleyhissalamın özü hələ yaralı ikən, yəni başı zərbətlənən vaxtı İmam Həsən, İmam Hüseyn əleyhissalama övladlarına tövsiyələr edəndə, vəsiyyət edəndə belə buyurur. Vəsiyyətlərinin birində belə buyurur. Allah fi beyti rabbikum la tuxalluhu ma baqitum fa innahu in turika lam tunazaru. Buyurur ki, Rəbbinizin evi əzəmətli Məkkə barəsində Allah Taala'dan qorxun. Allahdan qorxun. Təkrar deyir 2 dəfə. Nə qədər ki sağsınız, onu boş qoymayın. Nə qədər ki həyatdasınız, Allah Taala'nın evini boş qoymayın. Əgər o tərk edilsə, sizin getməməyiniz nəticəsində boş qalsa, ilahi əzab sizə möhlət verməyəcək. Yəni, əgər Allahın evi boş qoyulsa, Allahın əzabı bizə aman verməz. Ona görə Allah Taala'nın evini boş qoymamaq bizlərə tapşırılıb və İnşallah fürsət düşdükcə, imkan olduqca Allah Taala'nın evini ziyarət eləməyi, xüsusən həcci yerinə yetirməyi, həcc özü təkcə ziyarət deyil, həcc özü bir ibadətdir. İbadət rükünləri var, mənasikül həcc var, yəni ibadətin özünə məxsus, həccin özünə məxsus rükünləri var. O rükünləri yerinə yetirməmiz lazımdır. Bu həcc barəsində Allah-u Teala Qur'an-ı Kərimin müxtəlif surələrində buyurur. Xüsusən həcc barəsində həcc surəsi var Qur'an-ı Kərimdə. Bundan əlavə Bəqərə surəsində, Ali İmran surəsində və digər surələrdə Allah Teala bu ayin haqqında geniş məlumat verir, bizlərə tövsiyələr, əmrlər buyurur. Həcc surəsinin 27-28-ci ayələrindən inşallah bugün danışarıq. Allah-u Teala bu ayət-i kərimələrdə buyurur ki, Bismillahirrahmanirrahim və əzzin fin-nasi bil-hacci ya'tuka ricalan və ala kulli zamirin ya'tina min kulli feccin amik. Buyurur ki, ya İbrahim, insanlar arasında həcci elan et. Onlar sənə tərəf piyada və hər arıq, minik və ya dəvələr üzərində uzaq yolların hər birindən sənə tərəf gəlsinlər deyə Allah Teala buyurur. Ümumiyyətlə, Hz. İbrahim əleyhissalamın həccə dəvəti nə deməkdir? İnsanları həccə dəvəti nə deməkdir? Əl-əzənu bil-həcci nidəun təvhidiyyun aləmiyyun la yəxtəssu bi qavmin dunə qavm. Buyurulur ki, həcc çağırışı, həcc nidası müəyyən bir qövmə aid olmayan qlobal, ümumbəşəri tövhid çağırışıdır. Yəni, həccə dəvət eləmək hansısa bir qövmi dəvət eləməkdən ibarət deyil. Ərəbi çağırsın, nə bilim, əcəmi çağırsın, hansısa bir milləti, bir qövmi, bir tayfanı həccə çağırsın mənasında deyil. Bütün qövmlərə, dünya xalqlarına, ümumbəşəri, bəşəriyyətdə yaşayan hər bir bəşərə dəvətdir. Allah Teala'nın fitrət üzərində yaratdığı hər fitrətə xasdır. Ayətdir bu çağırış, bu nida. Hz. İbrahim əleyhissalamın bu nidası. Bu çağırış təkcə ərəbə deyil, müəyyən millətə, müəyyən qövmə deyil, hətta müəyyən bir dövrə də aid deyil. Bu çağırış bütün insanlığa yönəlib və bu mənada Kəbə tövhidin bu mənada ümumbəşəri mərkəzidir. Tövhidin mərkəzidir Kəbə. Allah Teala tövhidin mərkəzinə dəvət edir. Bütün insanları heç olmasa ömründə bir dəfə fürsət tapıb, imkan tapıb, maddi, mənəvi, sağlamlıq imkanları və digər imkanlarının, yəni şəriətin təyin etdiyi qaydada Allah Teala'nın evini ziyarət eləsin və həccin əməllərini yerinə yetirsin. Hz. İbrahim əleyhissalamın nidası görəsən öz dövrünə xas idi, yoxsa bizim dövrə də xasdır? Axı təkcə İbrahim əleyhissalamın dövründəki insanlar həcc eləmədi. Bu həcc qiyamət gününə qədər davam edəcək. Bəs necə İbrahim əleyhissalamın nidası Allah Teala ki əmr elədi, ya İbrahim insanları həccə dəvət elə, çağır. Və bugünkü gündə o çağırışa ləbbeyk deyib
cavab verənlərdir həccə gedənlər. Bütün vaxtlara məxsusdur Hz. İbrahim əleyhissalamın nidası. Bəs o bizim dövrümüzdə və ya özündən sonraki bütün dövrlərdə insanlara necə aid olunur? Buyurulur ki, "Ən-nidaul İbrahimi baqin mə baqiyatil fitratul insaniyyə." Hz. İbrahimin çağırışı insan fitrəti qaldıqca yaşayacaqdır. Yəni nə qədər insan fitrəti var, Hz. İbrahimin nidası, çağırışı insanların fitrətinədir, özünə deyil, fitrətədir. Yəni Allah-u Teala bütün insanları ki buyurur ki, mən insanları fitrət üzərinə yaratmışam, yəni pak yaratmışam, Allahın dini üzərində xəlq eləmişəm. Hz. İbrahimin də nidası fitrət üzərinədir, pak olan fitrətlərədir o müraciət. Yəni həccə meyl sadəcə dini hökm deyil, yəni dinin şəri hökmündən ibarət deyil, insan fitrətində olan tövhid cazibəsidir. İnsanın fitrətinə edilən bu çağırış, bu müraciət o fitrətdə olan tövhidi oyadır və o tövhid çağırışına cavab verir insan. O ziyarəti qəbul edirsə, o ziyarəti yerinə yetirirsə. Çünki Allah Teala tövhid inancını bütün insanların fitrətində qoyub. Ona görə tövhidə iman, tövhidə etiqad, üsul-i-dinə etiqad təqlidi deyil. Başqaların sözü ilə deyil, insanın öz ağlı ilə, öz fitrəti əsasında tövhidi qəbul eləməlidir, üsul-i-dini qəbul eləməlidir. Yəni bu mənada üsul-i-din təqlidi deyil. Yəni insan öz mənşəyini haradan inşa tapıb, öz mənşəyini, ilahi mərkəzi və həqiqi qibləsinin axtarışındadır. Hz. İbrahimin də çağırışı o qibləni tanımağı, tapmağı və ona yönəlməyə sövq edir fitrəti. Hz. İbrahim əleyhissalamın çağırışı bu mənada hər bir insanın fitrətindədir ki, öz mənşəyinə tərəf yönəlsin, ilahi mərkəzə tərəf yönəlsin və qibləsini tapsın. Bu yalnız coğrafi səfər ayəsi də deyil. Yəni bir səfər ki, insanlar dünyanın müxtəlif coğrafiyalarına səfər edə bilərlər. Bu bir coğrafi yer deyil ki, mən dünyanın bir yerin, hər hansı bir yeri, Məkkəni seçirəm və ora səfər edirəm. Xeyr, insanın vücudi və ruhi hicrətidir. İnsan həm vücudən hicrət edir, həm ruhən hicrət edir. Yaşadığı yerdən, olduğu şəraitdən, yəni malik olduğu işindən, gücündən, hansısa əlaqələrindən, sosial həyatından, ailəsindən, vücudən ayrılır və yaxud ruhən bağlı olduğu nəfsani istəklərindən, nə bilim, nəfsinin ona təlqin elədiyi şeylərdən, nəfsinin ilahlaşdırdığı məsələlərdən ayrılmalı və tövhidin mərkəzə tərəf yönəlməlidir. Həm ruhən, həm vücudən bağlı olduğu şeylərdən kəsilib, qırılıb Allah Taala'na tərəf ilahi mərkəzə doğru səfər etməkdir həcc. Ona görə həccin bir zahiri mənası var, bir batini mənası var. Zahiri mənada Məkkəyə getməkdirsə, Məkkəyə getməyin batini mənası nədir? Allah Taala'ya tərəf yönəlməkdir. Zahiri mənada uzaq yol səfər eləməkdirsə, ki, ayət-i kərimənin özündə də buyurur ki, qoy onlar uzaq yoldan gəlsinlər. Ya İbrahim, sənin çağırışına, dəvətini qəbul edib, uzaq yollardan gələcəklər. Uzaq yoldan gəlmək nəfsindən çıxmaqdır. Yəni, nəfsi bağlılıqdan xilas olmaqdır. Nəfsinin bağlı olduğu məsələlərdən, dünya malı, evi, eşiyi, ailəsi, o şeyləri ki, nəfsi ilə istəyir, o nəfsi ilə sevdiyi şeylərdən ayrılıb, işindən, gücündən, qazancından, hər bir şeydən ayrılıb Allah Taala'ya yönəlməkdir. Uzaq yolun mənası. Əgər minikdirsə, zahiri mənada, daxili mənada, batini mənada mənəvi səfər vasitəsidir. Əgər Hz. İbrahimin çağırışıdırsa, zahiri mənada, batini mənada fitrətin tövhid çağırışıdır. Yəni Hz. İbrahim əleyhissalamın azanı çağırışı fitrətdən irəli gələn tövhid çağırışıdır, nidasıdır. Əgər zahirdə Kəbədirsə, Kəbənin binasıdırsa, batini mənada
ilahi mərkəzdir. Allah Taala'nın dəvət etdiyi ilahi mərkəzdir. Ona görə həqiqi həcc insanın daxilindən başlayır. İlk öncə onun daxili aləmindən başlayır. Yəni, heç də hər şey zahirdə gördüyümüz kimi zahiri məsələlərlə bitmir. Bu mənada bəzən həccin bəzi məsələləri var ki, bizim üçün anlaşılan olmur. Məsələn, öz paltarlarımızı çıxardıb ehramı geymək və yaxud Kəbə ətrafında 7 dəfə təvaf eləmək və ya Səfa və Mərva arasında səy eləmək və ya Ərafatda, Müzdəlifədə, Minada vəqfə eləmək və s. Bu şeyləri bəzən insan adi gözlə, nəzərlə, zahiri nəzərlə baxanda neynəmir? İnsan bunun mənasını anlaya bilmir. Amma mənasını başa düşmədiyi şeyi də inkar edə bilməz. Bu demək deyil ki, mən bir şeyi anlamıramsa, Allah Taala'nın hikmət əsasında təyin etdiyi rükünləri, hikmət əsasında təyin etdiyi ibadət rükünlərini mən inkar etməliyim. Xeyr. Bunu başa düşə bilmiriksə, biz onu araşdırmalıyıq. Çünki Allah Taala heç bir şeyi hikmətsiz qərar verməyib. Biz əgər onun hikmətini anlamayıb, rədd eləsək öz məntiqimizlə, onda Allahı hikmətsiz sayarıq. Allah Taala'nın əmrlərinə qarşı çıxmış olarıq. Ona görə Allah-u Teala bizim kimi bu düşüncədə olan insanlar üçün belə buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. Zəlikə və mən yuazzimu hurumatillah fəhuvə xayrun ləhu ində rabbihi. Buyurur ki, ya Peyğəmbər, budur İbrahimə və sənə yazdığım həcc. Həccin əmrlərini buyurandan sonra Həcc surəsində davamında buyurur ki, budur Həzrəti İbrahim və sənə əmr etdiyim həcc. Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, bu onun üçün Rəbbinin yanında daha yaxşıdır. Yəni anlamasa da, o elədiyi əməllərin hikmətini anlamasa da, ona ehtiram göstərmək bəndənin borcudur. Bəndə ona hörmət eləməlidir. Niyə? Çünki bu ayəni Allah Taala buyurub. Bunun hikmətini Allah bilir. Onu bir hikmət əsasında buyurub. Və biz Allah Taalanı hikmətsiz saya bilmərik. Əgər hikmətsizlik varsa, o bizdədir. Biz gərək onu neynəyək? Araşdıraq, tapaq və müəyyən edək. Sonra yenə Həcc surəsinin 28-ci ayəsində davamında Allah Taala buyurur. Yəni, gəldiyiniz, dəvət olunduğunuz həcdə, həcci yerinə yetirməyin mənası nədir, nəticəsi nədir? لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللّٰهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسِ الْفَقِيرِ. Buyurur ki, ta ki öz mənfəətlərinin bir hissəsini müşahidə etsinlər. Müəyyən günlərdə, yəni Zilhiccə ayının ya 10 günündə, ya 10-cu gündən sonraki 3 gün təşriq günlərində Allahın onlara ruzi etmiş olduğu heyvanları, dəvədir, inəkdir, qoyundur, bunları qurban kəsərək onların başı üzərində Allahın adını zikr etsinlər. Və beləliklə ondan özünüz də yeyin və çox ehtiyacı olan yoxsula da yedizdirin. Bu bir ayət-i kərimədir, amma bu ayət-i kərimənin hər kəlməsinin təfsirə və təvilə ehtiyacı var. Hər kəlməsinin dərin mənası var. Ayədəki liyəşhədu, şahidi olun. Yəni, o həccə gələnlər bu həcc əməllərinə özləri şahid olsunlar. Nə deməkdir? Əvvəla Qur'an-ı Kərimdə şuhud kəlməsi, şahid olmaq kəlməsi bilmək, məlumatlı olmaq, elmli olmaq, bu barədə elmli olmaqdan daha üstün sayılır. Elm bir şeyi zehində bilməkdir, ağılda, zehində bilməkdir. Şuhud isə həqiqəti birbaşa müşahidə eləyib dərk eləməkdir. Ona görə müşahidə ilə əldə edilən yəqin, bilgi ilə, elm ilə əldə edilən yəqindən daha üstündür. Çünki insan onu öz gözü ilə də görür. Ona görə müşahidə eləmək üstün olduğu üçün Allah-u Teala liyəşhədu buyurur. Yoxsa buyurardı ki, liya'ləmu,
liyesma'u, onlar bilsinlər deyə, onlar eşitsinlər deyə kəlmələrindən də istifadə edə bilərdi. Amma Allah-u Teala bu ayinlərdə olan üstünlükləri, o ayinləri yerinə yetirənlər özləri müşahidə eləsinlər, şahidi olsunlar ki, onu yaşasınlar. Bu baxımdan həcc təkcə nəzəri tövhiddən ibarət deyil. Müşahidə eləməkdə məqsəd həm də əməli tövhiddir. Əməli tövhidə keçid mərhələsidir. İnsan Kəbənin ətrafında təvaf eləyərkən özünün mən mərkəzindən çıxıb ilahi mərkəzə yönəlməyi bacarmaqdır. Təvaf eləmək. Yəni bu əməllərdən biri nədir? Kəbənin ətrafında təvaf eləmək. Kəbə də kimin evidir? İlahi mərkəzdir. Allah Taala'nın evidir. Allahın bəyan elədiyi kimi rəmzi Allahın evidir. Deməli biz öz mənimizdən çıxıb özümüzü Allaha qoşmalıyıq. Təvafda və yaxud səydə. Yəni həcc təkcə əməl deyil, həm də əməldən idraka, əməldən yaşantıya keçməkdir. Allah Taala'nın buyurduğu kimi ilahi bir rənglə yaşantıya çevrilməkdir. Yaşamaqdır Allahın əmrlərini. Və yaxud mənafi' kəlməsi işlənir bu ayət-i kərimədə. Onlar həcc etdiklərində, yəni etdikləri həcdə öz mənfəətləri müşahidə eləsinlər. Mənfəət deyəndə dünya və axirət faydaları nəzərdə tutulur. Yəni həm dünya faydaları əldə edə bilərlər bu həcc vasitəsilə, yəni həm ticarət edə bilərlər, həm savab əldə edə bilərlər, ibadət etməklə savab əldə edə bilərlər və kamillik mərhələlərinə əhatəsinə daxil ola bilərlər. Eyni zamanda ondan sonra ləhum kəlməsi gəlməklə həmin bu mənfəətlərin, dünya və axirət mənfəətlərin onların özü üçün özlərinə aid olmasından söhbət gedir ki, hər bir həccin hər bir faydası insan övladının özünə aiddir. Həccin bütün faydası yenə də insanın varlığına qayıdır. Necə ki, ibadət sadəcə əməl deyil, ibadət eyni zamanda insanın ruhunu, insanın hətta vücudunu dəyişən bir prosesdir. İnsanın vücudunu və ruhunu dəyişən prosesdir ibadət. Yəni, həqiqi həcc insanın düşüncəsini, ruhunu, həyata baxışını, ictimai düşüncəni, hətta varlığını belə dəyişən bir ayindir. Yəni, insana təsir eləyəcək, istər ruhuna, istər dünyəvi tərəfinə, cisminə təsir eləyəcək, vücuduna təsir eləyəcək hər şey var həcdə. Həcc bu mənada mənfəətlidir. Yəni, bu faydalı götürüləsi bir ibadətdir. Yəzkurullaha kəlməsi zikr olunur bu ayət-i kərimədə ki, kəsdiyiniz qurbanların üzərində Allah Taala'nın adını zikr etsinlər. Yəni, qurban kəsəndə Allahın adını zikr eləməklə tövhidə işarətdir. Biləsiniz ki, kəsdiyiniz qurbanlar yalnız Allah üçündür. Çünki müşriklər qurbanları büt adına kəsərdilər, başqalarının adına kəsərdilər. Mənən, daxilən etiqad etdiyi şeylərə qurban edərdilər. Amma Allah Teala buyurur ki, sizin etdiyiniz bu ibadətlər və eyni zamanda fəda verdiyiniz qurbanlar yalnız və yalnız Allah üçündür. Bu mənada insan özünü kəsdiyi qurbanın müstəqil sahibi hesab etməməlidir. Niyə? Çünki Allah üçün kəsirsən axı. İnsan özünü müstəqil saymayıb, tövhid inancına əsasən mal mənimdir deməsin deyə o qurbanı Allah yolunda kəsir. Əgər mal mənimdirsə, bu kəsdiyim qurbanın pulu, malı mənimdirsə, onu niyə kəsməliyəm, fəda eləməliyəm? Deməli, mənlikdən çıxır, sahiblikdən çıxır o qurbanlıq. Ona görə insan övladının malik olduğu mülkiyyətə mənimdir deməkdən çıxıb tövhidə tərəf, Allaha tərəf yönəlməsidir. Yəni, hətta malını, mülkünü, hətta özünü mənimdir deməkdən çıxartmalıdır. Ki, nemət Allahın əmanətidir və o əmanəti Allah Taala'nın istədiyi şəkildə, istədiyi yolda xərcləməlidir bəndə. Bu niyyətə, bu düşüncəyə sahib olmaq üçün qurban kəsərkən
üzerinde Bismillah dememiz lazım. Bismillah yani bizim değil, bizim malımız, mülkümüz. Allah'ındır. Mütlak sahibi biz değilik. Sonra devamında ayet-i kerimenin fekulu minha ve at'imul baisil fakir. Siz özünüz de yiyin kəsdiyiniz qurban ətindən və çox ehtiyaclı olan möhtaclara da, fəqirlərə də paylayın. Yəni tövhid inancı eyni zamanda sosial bir məsuliyyətdir. Təkcə etiqaddan, inancdan ibarət deyil. Həm də bir məsuliyyətdir. Yəni insanlar arasında biri-birimizin qarşısında olan məsuliyyətimiz var. Yəni qurban kəsmək təkcə bir fikri ritual deyil. Allah Taala'nın əmr elədiyi bir firki, şəri hökmdür. Bunu yerinə yetirim, ondan da mənim borcum yerinə yetirilsin. Xeyr, insanın necə deyirlər, Allah mərkəzli yenidən quruluşudur. Yəni insan Allah üçün öz malından fəda elədiyi şeyi yenə də Allah üçün başqaları ilə paylaşmağı bacarmasıdır. Allah mərkəzli olmasıdır. Ona görə buyururlar ki, Əl-Həcc səfərun minəl-xalqi iləl-haqq. Həc məxluqdan haqqa səfərdir. Yəni insanların içərisindən çıxırsan, Allaha doğru səfərdir. Haqqa səfərdir. Sonra buyurur ki, sümmə minəl-haqqi iləl-xalq. Sonra da haqdan xalqa səfərdir. Yəni təkcə bu səfər bir tərəfli deyil. Cəmiyyətdən çıxıb, yaşadığın sosial mühitdən çıxıb, istər vücudən, istər ruhən, mühitdən çıxıb, yaşadığın mühitdən çıxıb, haqqa tərəf səfərdir. Haqqın rənginə boyanandan sonra, haqq mərkəzli düşüncəyə, ibadətə yerinə yetirəndən sonra, yenidən o düşüncə ilə, o etiqadla xalqa tərəf dönməkdir. Nə ilə? Bil-haqq. Haqq ilə yenidən xalqa dönüşdür. Yəni, birinci mərhələdə nəfsdən Allaha yönəlməkdir, ikinci mərhələdə ilahi şuurla təzədən, yenidən cəmiyyətə dönməkdir. Ona görə ilahi şuuru qazanmağın çox böyük bir, necə deyirlər, mərkəzidir, məkanıdır həcc. Həcc bu mənada çox mühüm bir ibadətdir. Allah Taala'nın and veririk izzətinə, cəlalına. İnşallah bu il gedən hacılarımızın həcc ibadətlərini Allah Taala qəbul eləsin. Allah Taala hər birimizə həcc əməlini, həcc fərzini, həcc vacibini yerinə yetirməyə bizlərə nəsib eləsin. Necə ki Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, kimin ki imkanı oldu, həccə getsin. Mən istəta'a ileyhi səbilə. Kimin imkanı oldu, maddi, səhhəti imkanı oldu, həccə getsin. Və heç kəs bu imkanı, bu fürsəti əldən verməsin. Çünki Allah Taala'nın vacib əmrlərindəndir. Allah Taala inşallah həcc edənlərin də həcclərini, etdiyi ibadətləri ali dərəcədə qəbul eləsin. O ibadətlərin ruhunu, nurunu yenidən öz cəmiyyətlərinə, vətənlərinə dönməklə o nuru bura gətirməyi, vətənlərinə gətirməyi nəsib eləsin inşallah. Hər birimizə İmam Zaman ağanın da salamatçılığı, zuhuru təcinlə etdiyimiz ibadət taatlərin qəbulluğuna Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Sadakallahul aliyyul azim.